Ah sen neyirsən? Ayak üstə çörək yemək olmaz. Otur ye. Başlayın. Sen ne edirsən axı? O çörəyi tək qoymaq olmaz. Muş olsun, mənə sən əlləri yumursan çörək yeyirsən. Hə, yumuşam. Çünki anam deyib ki, hər zaman çörəyə toxunmadan əvvəl əllərini yumalısan. Salam uşaqlar. Bildiyimiz kimi bugün mövzumuz çörəklə bağlıdır. Ağdam Çörək Muzeyi haqqında öyrəndik və biz gəlin sizdən soruşaq ki, siz çörəklə bağlı bəzi ifadələr var, onların mənasını bilirsiniz, yoxsa bilmirsiniz? Başlayaq Mələkdə. Mələk, sən mənə deyə bilərsənmi ki, çörək kəsmək nə deməkdir? Mənim çörək kəsmək dostluq etmək deməkdir. Bəli. Mehdi, çörəyə əl basmaq nə deməkdir? Əl dismək deməkdir. Bəli. Əmirşah, çörəyi dizinin üstündə olmaq nə deməkdir? Şükür. Bəli, yaxşılığı başa düşməyən, yaxşılıq qanmayan, düzdür. Əl-heybət. Əli çörəyə çatmaq nə deməkdir? Güzelləşmək. Güzəranı? Yaxşılıq. Bəli, güzəran sözün düzgün tələffüzüdür. Mələk, çörəyi daşdan çıxmaq nə deməkdir? Çox çətin pul qazanmaq. Bəli. Mehdi, sən bizə deyə bilərsənmi ki, çörəklə imtahana çəkmək nə deməkdir? Mahid cəhətdən asılı olmaq. Bəli, aslı vəziyyətə salmaq. Əl-heybət, çörəyi ver çörəkçiyə nə deməkdir? İşi işinə tapşırmaq. İşi? İşi bilənə tapşırmaq. Bəli, işi iş bilənə tapşırmaq, düzdür.